işıq dolgusu adlandırır. Çünki gözaltı nahiyənin dolgusu fərqli olur, digər dolgulardan fərqli olur. Çünki həm ağartma funksiyası var, həm gözaltı daha nazik olduğu üçün onu elə qata yerləşdiririk ki, elə dolgudur ki, həm uzun ömürlü qalır, həm də gözün altını daha hamar göstərir. Yəni, orada nahamarlıq olmamalıdır. İşıq dolgusu məsləhət görürəm. Əgər siz rəngini, dərinizin rəngini açmaq istəyirsinizsə, o zaman işıq dolgusundan sonra ehtiyac qalarsa, əgər siz çox da məmnun olmazsınız, məsələn, deyirsiniz ki, 80% düzəlib, qoy 20% düzəlsin, 100% mənim gözümün altında heç bir ləkə qalmasın. Bunun üçün mezoterapiya lazımdır eləmək. O da 5 seans ola bilər, 4 seans ola bilər. Sizin orqanizmdən və dərinizdən asılı olaraq dəyişir. Bu ehtiyac da ola bilər, ehtiyac olmaya da bilər. Amma ilk növbədə işıq dolgusuna ehtiyacınızı görürəm. Mən vəcələ istəyirdim əməliyyat eləmək. Bəli. Doktor qoymadı ki, ona ehtiyac yoxdur. Hələ çox cavansız, əməliyyat siz hansı halda göndəririk? Aşırı qrıjalı. Yəni qrıjada biz çox şey eləyə bilmirik. Bir də görürüz ki, qrıja həddən artıq çoxdur və dolgu onu daha da şiş göstərə bilər deyə məsləhət görürük ki, pasiyent yaxınlaşsın, əməliyyat eləsin. Amma sizin halda bunu dolgu ilə eləmək olarsa, nəyə görə əməliyyata qaçırsınız? Əməliyyat özü sizin alt göz qapağınız biraz aşağıdadır, biraz da enəcək aşağı. Eləməyə məsləhət görmürəm. Ən yaxşısı işıq dolgusu, burada alt qapağımızı biraz yuxarı qaldırmaq lazımdır əksinə. Yəni, bu yanaq düşüklükdən var. Yanaq düşüklüyü artıq başqa bir prosedurdur. İşıq dolgusunu eləndən sonra yanağınıza da biraz eləmək olar ki, yanaq biraz liftingli və daha fresh görünsün.